Günaydınız, günaydınız. İnsanlara günaydın. Gününüz güzel geçsin, şirin geçsin, geçen geçsin. Gece onsuz da derslerim vardı geç saate kadar. Səhər də tezdən durmuşam, derslerim var. Elə yorğunudum. Səhər oyanmaq istəmirdim açıkçası. Dedim ay Allah biraz da yatsam birazdan, amma derslerim vardı. Ona rağmen bilirsiniz, mən nə qədər yorğun da olsam həmişə gülən, danışan biriyəm. Samira indi kursa yetiştirim, özüm də dərsə getməliyəm indi. Yoldayıq. Maşından ses geldi. Yəqin nəsə ilişib də təkərə ola bilərdi. İndi maşındır da. Gördüm maşından ses gelir tekerden. Ben kenarda sakladım. Allah razı olsun. Bir beyefendi oğluyla durdular ki bir şey lazımdı. Allah onlardan razı olsun. Allah yaxşı insanların ürəyinə görə versin həmişə. Geldi dedi ki bəs burada usta var da. Özü maşından önde gitti. Allah ondan razı olsun. Buradan değer izləyirsə çok teşekkür edirəm. Hakkını halal eləsin. Qabaqda beyefendi girdi içeri. Gördüm ay yol var içeride. Ben de yavaş girim. Qabaqdan da maşın indi gəlmək istəyir. Mən durdum ki mənə işaret eləsinlər ki bir dənə əmi atam yaşında. Əlini belə eləyir uzadır. Dur da bu belə ya, bax belə. Nəsə deyindi, nəsə bir şey deyilsin söydü amma Allah eləməsin. İnşallah söyməmişdir. Mən də hər şeyə səbr eləyərəm amma özümü heç kimsəyə əzdirmərəm, qururumu kimsəyə yedirmərəm. Bir de uşağımın yanında. Eğer ben gururumu herkesin yanında əzdirsəm, mənim uşağım da bir gün özünü əzdirəcək. Hele qışqırır yana, dur daha görmürsən maşın yeri yoktu. Yer var yer var əslində. Girdim gördüm ki yer var. Mən də indim maşına ki siz ya qışqırıram, belə bir qışqırı. Mən də başladım qışqırmağa. Açıq deyirəm. Mən belə çox ince, hamısı bilir ki ince, insanlara qıyamayan bir ama gururumu incitmeye çalıştıklarında hele uşağımın yanında içimden vəhşi bir qaqaş çıxır. Var içimdə. Ay yeri get belə eləyir məni. Yeri get onda uçub dəli oldu. Dedim böyüksüz, böyük gibi davranın. Böyüksüz, böyük gibi davranın. Sənin əsəblərin var, mənim əsəblərim yoxdur. Əvvəllər mən deyirdim ki, yox, böyük nə olursa olsun böyüyü hörmətləmək lazımdır. Xeyr. Xeyr. O böyük de bir gün gənc olub. Yani öyle bir defalık böyük olarak dünya biz de elə yaşlanacağıq. Biz de layık olarıqsa hörməti qazanarıq. Layık olmarıqsa hörməti qazanmarıq. Bu necə şey? Sen böyüksən deyə sən mənə istədiyin uşağımın yanında mənim qururumu incidirsən. O qədər kişinin içində. Mən tək girmişəm oraya indi maşını göstərməliyəm də. Sən o qədər kişinin içində mənə qışqıracaqsan. Nədir başqa maşın çıxır deyə o maşının sürücüsünün yanında mənim başıma qışqıracaqsan ki, dur belə. Yani büyükler de hürmeti kazanmalıdır. Onsa mən də yorğunam. Mən səndən bəlkə də daha çox işləyirəm. Mənim daha çox məsuliyyətim var. Daha çox uşağıma böyüdürəm, işləyirəm, oxuyuram, şükürlər olsun. Kimsə üçün deyil. Kimsə deyə bilər ki, bizə dəxli yox. Gənclərə də deyirəm, elə bir şey qəbul eləmirsiniz. Sən bəli hörmətsizlik eləməyin, qızım da dahil demişəm. Amma hörmətsizlik eləyənin də bəli limiti keçmədən, həddi aşmadan, ayıb bir şey eləmədən, küfür etmədən, söymədən qəşəng cavabını verin. Çünkü bir dəfə səsinizi çıxarmasanız sizin başınıza çıxarlar. O qədər kişiler var. Kişilerin içinde sen ne hakla mənim qururumu incidə bilərsən? Allah razı olsun. O beyefendi de Allah ondan razı olsun tekrardan. Oradaki beyefendiler dedi ki bu şeydir, o əsəbidir. Dedim əsəbidir, başa düşürəm. Əsəbidir deyib keçməyin. Bəzi insanları belə manipüle edirlər. O əsəbidir, gözüm aydın. Qırır tökür əsəbidir. Falan insanları sövür əsəbidir. Bunun qəlbini qırır əsəbidir. O zaman mən də əsəbi olaram, mən də istədiyimi eləyərəm. İnsanlar səhv edə bilər. Hamımız səhv edə bilir. Heç kim göydən səpədlə, zəmbillə inməyir. Bunun quyruğu düşür. Mən də səhv edə bilirəm. Keçən gün mesela bir dənə parkovkaya girdim. Dedi ki yer yoxdur, çıxdım. Çıxanda gördüm ki başqa maşın girdi içəri, ona yer ayarladılar. Mənim elə bir başımdan qaynar su tökdülər. İndim oğlana dedim ki yəni xeyirdir. Mənə dedi yer yoxdur, xanımı içəri al. Xanım dedi onlar buranın sakinləridir, bu yaxındakı onların haqqı var da, aylıq haqları var, ödəmə yapırlar. Gördüm səhv eləmişəm, dedim üzr, neçə dəfə üzr istəmişəm. İnsanıq, səhv eləyə bilərik. O əmi də orada desəydi ki qızım, üzürlü sayı əsəbiyəm bugün, mən deyərdim ay əstağfurullah. Yəni səhv olub səhvin üstünə çıxmağa çalışan insanlara əsəbləşirəm. Elə əsəbi davranmanız mənim də günümü zəhər eləyə bilər, Allah qorusun ki, mən hələ pozitiv insanım. Böyüklərimizə, yəni Allah başımızdan onları əskik eləməsin, əzlərini hamısını şamil etmirəm, öz böyüklərim də var, amma insanlar sizə hörmət eləyəndə onu sui-istifadə etməyin. Yəni biz həmişə, mən məsələn 35 yaşında həmişə qalmayacağım, mən də yaşlanacağım. Kimi əsəbisən, get ona hirsən, əcəb elirsən, amma mən heç nə sakitcə gülümsəyirəm bir dəyə, gülümsəyirəm. Öpürəm, sevirəm sizi. Mən gedirəm yenə. Dərslərim var.
Bay bay.